Hər kəsə salamlar dostlar. Futbolçu oluruq. Artıq birinci həftədəyik. Bugün bir dənə futbol komandasının seçimlərinə gedirik. Bəli, kamerada aparıram. Sizə o seçimləri göstərəcəm. Necə olur, nətər olur. Yəni gedə bilməyən insanlar da baxsınlar, görsünlər. Məncə hamı üçün maraqlı olacaq. Bəli, saat indi 8-9 işləyib. Onun yarısı başlayır deyəsən oyunlar. Getdiyimiz komandanın adını deyəcəm. Romano FK. Futbol oynadıkları yer amma biraz uzaqdadır. Əslində hamısı uzaqdır. Hamısı biraz Bakının çıxacağında olduğu üçün mənə biraz uzaq gəlir. Bəli dostlar. Gedək ora. Oranı sizə göstərim. Həm də əslində biraz tezdir. Yəni məncə ilk həftədən getməyim düzgün deyil. Sadəcə biraz sınamaq üçün də yəni hələ mən 8 atmalıyam. Düz biraz azaltmışam. 2-3 kilo da azaltmalıyam. Amma qardaşım dedi ki, get eri göstər də. Yəni boş-boş məşqevi göstərmə, nə bilim. İnsanlara dedi, Rəvan dedi ki, qardaşım var dostlar, böyük qardaşım dedi. Get elə şeylər göstər insanlara. Dedi mənə baş üstə. Nə var ki burada? Yəni bugün bir sınaq üçün götürsələr lap yaxşı, götürməsələr də problem deyil. Yəni oranı sizə göstərəcəm. Bəli dostlar, indi isə yavaş-yavaş çıx tərpənək. Bəli dostlar, hava çox soyuqdur. Yavaş-yavaş tərpənirik. Gəlib çıxaq ora sizə xəbər edəcəm. Yəni kameranı yandıracam. Meydançada görüşərik. Bəli dostlar, gəlib çıxdıq meydançaya. Vay, bura bağlıdır. Bura niyə bağlı olsun? Vay, oradan gəlməliyəm. Uf, Allah. Dostlar, düz yarım saat gecikmişəm. Yol profka olmuyor. Yani meydançaya çatdıq. Təxminən bütün qulağını gördüm buradan. Prosto olsa girəmədim meydançaya. Niyə bilmirəm? Mən bayaq düz gəlmişəm də. Mən niyə çaşdırdı bu yol? Baxın, navigatora inanmayın. Yalan danışır. Müəllim, Murat müəllim, 1-9 oynaya, 10 dəfə. Yox. Bax şunu. 9-1-10 dəfə. Hələ öz mövqeyində oyunsuz otursun, şöbəsi. Burada onu. Aksan gidiyoruz da. Aksan.
Farid, gedimcə. Gel. Ver. Stop. Demiştim ben mübarek. Hadi. Hadi gel. Ama oyna ucunda canını saklayalım bak. Tamam ediydi. Onun sürəti var, hep pistir. Baktım o ha. Sürəti var. Sürəti var, pistir. Çok sürüşü var, tutalım. Sürüşü saklamış. Burada yok tamam. Birini olan oyunda. Yok, orada. Orada. Offside gözler. Geldi bura. Hər birinizə salamlar dostlar. Deməli, evə gəldim, yeməyimi falan yedim. İndi video montajlayırdım. Gördüyünüz kimi video belə, yəni məncə maraqlı video alındı məncə. Bəli, videodan bizə əmanət qalan bir dənə bu qol oldu. Qolum yaralandı, uşaqlar orada görərsiniz. Yəni qolda vurdum, yeni insanlarla tanışdım. Həqiqətən məşqçilər də yaxşı idi, göz dəyməsin. Yəni yeni şeylər öyrəndim. Offside mən o qədər çətin bir şey olduğunu bilmirdim. Həqiqətən uşaqlar adam qıraqdan baxanda həqiqətən döyüş asan gəlir, elə deyil amma. Orada biraz huzurlar sağ ol, offside izah elədilər, nə bilim, necə eləmək lazımdır, nətər eləmək lazımdır. Rəqib də çox yaxşı oynayırdı. Yəni rəqibin də müdafiə xətti məni çox yordu. Yəni müdafiəçidən boğuşmaqdan hər yerim ağrıdı. Hələ bir yerdə tam belə topu ayağıma aldım, girdim qapıya qaçıb qol olmağa. Tap bir dənə patkat girdilər. Bir də baxdım yerdə uzanmışam, ağzım yerdədir. Bir də bu əmanət gəldi, qolum biraz yüngül qolumuzu sıyırdıq. Belə yəni məncə video çox yaxşı alındı, maraqlı alındı. Yəni bu sizə aşağı bir şey izah eləyim. Orada oynayan komanda elə bil ki tam bir komanda var. Adını bilmirəm nədir. Amma bizim komandanın isə biz rezerv komandasıyıq. Yəni elə bil ki hər bir komandanın rezerv komandası olur. Məsələn bir komandanın əsas komandası var, ligada oynayan. Bir də onun rezervi olur ki, orada yeni adamlar tanıyırlar, orada seçməni oraya eləyirlər, orada baxırlar, orada uşaqlar özləri göstərirlər, sonra atırlar əsas komandaya. Biz də o rezerv idi, amma bir komanda əsas komanda idi. Yəni bildiyiniz futbolçular idi, yəni region liqasında oynayan futbolçular idi. Biz onlarla bərabər oynayırdıq. Qarışmışdıq da, yəni öz uşaqlarımız da var idi. Rəqibdən də bizə uşaq vermişdilər. Deyəsən mən elə başa düşdüm. Belə vallahi çox maraqlı oldu, yəni mən həqiqətən həzz aldım. Mən yəni böyük meydançada daha çox həzz alıram. O gördüyünüz uşaqla meydança böyük meydança idi. Bilmirəm kameradan nə qədər böyük görsəndi, amma yəni çox qəşəng bir meydança idi. Bu sessiyanın da bu ilk həftəsi demək olar. Buna ilk həftə deyək də, artıq birinci həftədən başlayırıq. Görək bu sessiyanı hər qədər apara biləcəyik. Yəni maraqlı nə videolar çıxardacağıq. Məncə yəni Rəvan sözünə qulaq asdım, getdim ora. Yəni məncə maraqlı oldu yəni. Rəvan da bu arada böyük qardaşımdır. Dedi ki, insanlara futbolu göstərsən, nə edirik məşqin? Demək üçün abi yaxşı. Seçimlər belə. Yəni bu arada dostlar bu buranın seçimləridir. Yəni başqa komandaların seçimləri başqa cür ola bilər. Oyunlar başqa cür ola bilər. İndi onu mən heç deyəmərəm. Bu komanda Romanov FK-dır. Yəni liqdə də ikinci yerdədirlər. Birinci yer Zəngəzur idi, nə idi, bir komanda idi. Yəni bu komanda çıxa bilər də, yəni ikinci liqaya falan. Belə gördüyünüz kimi yavaş-yavaş videolar çəkirik. Artıq bu ilk həftəmizə giririk bu arada. Məncə yəni yaxşı bir video çıxdı. Mən özüm çox bəyəndim.
İnşallah siz də bəyənərsiniz uşaqlar. Videonu bəyənib kanala abunə olub dəstək olmağı unutmayın dostlar. Öz şərhlərinizi yorumlarınızda yaza bilərsiniz. Yaxşı mı olub, pis mi olub? Öz futbol bəlkə komanda yoldaşlarına bəlkə yorumlara yazsınlar. Hansıdır görəsiniz. Oldu bu qədər uşaqlar. Görüşərik. Sağ olun, salamat qalın.